Hər vaxtınız xeyir. Mən Əli Əhmədov sizi Xaçmaz rayonunun Cığatay kəndindən salamlayıram. Bu günləri biz burada Cığatay kəndindəki bağ belə deyək, massivindəyik. Burada badam bağı, digər meyvələr olan bağ var. Bu gün aqrar sığorta bu bağda baş vermiş təbii fəlakət mi deyə su basma hadisəsinə görə bağa böyük ödəniş məbləği verdi. 200 min manatdan çox ödəniş məbləği verdi. Burada şəkillərdə biz bağda baş verən hadisənin nədən ibarət olduğunu görürüz. Su basma hadisəsidir. Görürsünüz burada aprel ayında baş verən su basma hadisəsinə görə belə vəziyyət yaranmışdı və indi bizimlə təsərrüfatın baş aqronomu Kazım müəllimdir. Hər vaxtınız xeyir Kazım müəllim. Keçmiş olsun. Düz ödəniş verdi, amma yenə keçmiş olsun. Heç hadisə baş verməsin. Su basma haqqında biz baş verəndə biz burada təsərrüfatdaydıq. Qısaca deyə bilərdiniz, su basma burada necə təsir elədi? Su basma bizim Ağçay Cığatay kəndində Ağçay keçir kəndin içindən. Yəni ki sel gəldi. Bütün kəndlə bərabər bütün sahələri də bastı. Bizim də sahəyə gəlib çıxmışdı sellər. Seldən sonra da lilləmə, bütün ağacların dibi hamısı lilləmişdi. Burada görsəniz. Bəli, ya bu formada lilləmişdi. Biz bunu vaxtında bu suları pompalarına çəkdik, atdıq, çəkdik qırağa, bu suları da. Hə, bunları motorla çəkdik. Motorla pompalarını çəkdik. Sonra da bunları hamısını harasa bir aydan yuxarı bunların dibini, bu lilləri bunların içində təmizlətib, üstündən də altında da kərkilədik ki, o sorucu əmciklərə oksigen daxil olsun. Burada ştamp var, bu ştampı lil götürdük ki, bu ştampda qurumasın. Əgər bu qara ştamp var burada bu ağacın, o qurudub ağaca çürəmələ gətirmək olmur onu. Yəni bunun dibi boşaldıldı ki, hava geçsin, ağacın kökü hava alsın. Nümunə üçün deyə bilərdim ki, burada aşağıda da bizdə bağlar var. Onlar təmizlənmədi. Onlarda ziyan oldu. Maliyyə imkanları olmadı. Bax, burada şəkildə görsənir ki, suyun dərinliyi nə qədərdir. Biz burada olanda 20-30 sm dərinlikdə su vardı. Hətta çəkmə ilə gəzmək olmadı. Burada artıq suyun azalan hissəsi. Bax, burada da dayaz yerləri axtarıb gəzir. Burada elə bir ki, göldür. Bax, bu dərəcədə belə. Bizim hazırda dayandığımız yer burada suyun içərisindəydi. Bax, onun vəziyyəti bax belə idi. Bax, təxminən belə bir vəziyyət idi. Belədir. Aqrar sığorta məlum olduğu kimi meyvə bağlarını müxtəlif sahələrdən qoruyur, müxtəlif risklərdən qoruyur. Dolu, sel su basma, şaxta vurma, digər hadisələr və bu təsərrüfatda olan sel su basma hadisəsi də Aqrar Sığorta Fondu qarşıladı. Kazım müəllim, fermerlərə tövsiyəviz, sözünüz? Mənim tövsiyəm odur ki, heç kim bu təbii fəlakəti bilmir ki, nə vaxt olacaq. Bir də havalar da sellər olur, güclü yağışlar olur. Yəni buna görə mütləq sığortalansınlar. Bu gün üçün də məsəl üçün ki, Allah canınızı sağla sığorta edərəsin ki, məsələn, sığortalandı gəlib dəstəkləyir. Sığortalanmasa kim dəstəkləyəcək ki onu? Heç kim. İqtisadi cəhətdən sərfəlidir də sığorta. Çünki sizin zərərinizin böyük hissəsini. Artıq dərəcədə, yüksək səviyyədə. Sağ olun. Keçmiş olsun Kazım müəllim, bir də hadisə baş verməsin. Sağ olun, Allah canınızı sağ olasın. Amma baş versə, Aqrar Sığorta yanınızdadır. Bəli, sağ olun, sağ olun. Hörmətli fermerlər, hörmətli əhali, bölgə sakinləri, iş adamları. Görürsünüz, belə hallar ölkəmizdə tez-tez baş verir. Bu təbiətdir, bunun qarşısını almaq fiziki cəhətdən mümkün deyil. Ona görə də öz təsərrüfatınızı qorumaq istəyirsinizsə, özünüzün, ailənizin gəlirlərini qorumaq istəyirsinizsə, vaxtında sığortalayın ki, sonra ziyanda qalmayasınız. Növbəti təsərrüfatlarda, meyvə bağlarında, tarlalarda görüşənədək salamat qalın.